günləri məndən bir hədiyyə olaraq ruzi təvizi, ruzi bərəkətin artırılması üçün hər biriniz qələm dəftər də götürə bilərsiniz. İnşallah hər kim səhərlər bu gözəl duanı 7 dəfə oxuyarsa evdən çıxanda Allah təbarək və Teala onu həm qoruyar, həm də ruzi bərəkətini artıracaq və eyni zamanda həmən gün bir yerdən onun üçün onun güvən gətirməyən yerindən ona ruzi qapıları üzünü açacaq. Çox gözəl duadır və təcrübə olunmuşdur. Ola bilər kim ərəbcə bunu bilməsə, onu mən dediyim kimi 7 dəfə dinləsə və evdən çıxsın inşallah və xeyir bərəkətin inşallah görəcəkdir. Belədir dua. Bismillahirrahmanirrahim. Allahumma ya Hannanu, ya Mennanu, ya Deyyanu, ya Subhanu, ya Sultanu, ya Fettah. Bismillah. Allahu latifun li ibadihi ma şa'allah. La kuvvete illa billahil aliyyil azim. Bu dediğimi 7 dəfə təkrar olunmalıdır. 7 dəfə bunu dinləsin. Tərcüməsi nədir? Bismillahirrahmanirrahim. Ey Allah'ım, ey mehriban şəxs, ey hədiyyə verən, ey bəxşiş edən bəndəsin, ey dəqiq və tədbirli olan hakim, ey eyibdən pak və müqəddəs olan Allah, ey padişah, ey səltənət sahibi, ey işləri açan, yolları asanlaşdıran, işlərin düğünlərini açan Allah'ın adıyla Allah Teala bəndələrinə dəqiq rəhm və mərhəmət edən, ruzi verəndir. Allah hər şeyi istəsə, bir anda istəsə, kun, ol bəs olandır. Yəni Allah hər şeyi istəsə, bu dərhal olacaq. Qüdrət yegana Allah'a məxsusdur. Allah'ım bizi ruziləndir.